Salam əziz izləyicilər, köməkçi nitq hissələrinin amonimliyi və sinonimliyi mövzusunu izahı ilə davam edək. Baxaq birinci sualımıza. Bizə birdə deyir ki, nümunələrin birində feil ilə amonim olan ədat işlənmişdir. A bəndindən başlayaq. Gəlin axşam bizə imtahana hazırlaşaq. Deməli, burada axşam söz sırası pozulub. Bu gəlin feildir. Axşam bizə gəlin, imtahana hazırlaşaq. Birinci cümlədə ümumiyyətlə ədat yoxdur. B-də deyir çalışın, hamını bir gözlə görün. B-də də, yəni ki, hamını bir gözlə görün. Burada bir dənə bir ədatı var. Bu bizdən amma feil ilə amonim olan ədat istəyir. Ona görə burada bizim axtardığımız, bizə lazım olan ədat yoxdur. Gəl o barədə sonra danışarıq. Burada elə burada var, məsələn, gəl sözü əmr ədatıdır. Eyni zamanda gəl feili ilə də amonimdir. Deməli, sualımızın cavabı olacaq C variantı. Onları götürdüyün yerə qoy. Burada qoy sözü feildir. Yəni bu ədat deyil, ədatla amonimdir. Onların işinə diqqətlə bax. Burada da bax sözü feildir, yəni bax ədatı ilə amonimdir. Burada lap ədatı var, o da feillə amonim deyil. 2-də həm sifət, həm də ədat kimi işlənə bilən sözlər. Deməli, həm sifət, həm ədat kimi işlənə bilən sözlər cərgəsini müəyyən edin. Baxırıq. Necə ilə necə və nə hər ikisi sual əvəzliyi bir ədat kimi işlənir. Yalnız məhz sözü, bunlar ümumiyyətlə amonimliyi yoxdur. Ancaq təkcə bağlayıcı ola bilir, ancaq. Bir də ədat olur. Təkcə də zərf ola bilər, sifət ola bilər, ədat ola bilər. Amma bizə nə deyir? Bizə deyir ki, həm sifət, həm ədat. Yəni ona görə ancaq sözünə görə C-ni də götürmürük. Təkcə sözü dediyimiz kimi zərf, ədat, sifət ola bilər. Bir sözü say ola bilər. Yəni bunu götürə bilmərik. Say ola bilər, bir də ədat ola bilər. Artıq tək, elə sualımızın cavabı budur. Artıq tamah baş yerar, artıq sözü orada sifət olar. Artıq sənə inanmıram, olur ədat. Tək əldən səs çıxmaz, sifət olar. Tək mən səni tanıyıram, məsələn, burada olar ədat. Ona görə ikinci sualımızın cavabı oldu E bəndi. 3-də deyir, həm əvəzlik, həm də ədat kimi işlənə bilən sözlər cərgəsini müəyyən edin. Elə cavabımız A variantındadır. Belə sözü həm işarə əvəzliyi kimi, elə belə, həm də sən belə məni anlamadın, deməli, qüvvətləndirici ədat kimi, elə sözü də dəqiqləşdirici ədat kimi işlənir. Ona görə sualımızın cavabı olur 3-də A variantı. Keçək 4-cü testimizə. 4-də bizə nə deyir? Deyir, həm ədat, həm də əsas nitq hissəsi kimi işlənə bilən sözləri müəyyən edin. Baxırıq, elə 4-cü sualımızın da cavabı A olacaq. Necə, həm sual əvəzliyi kimi, bir də necə gözəl havadır, qüvvətləndirici ədat kimi. Tək də sifət kimi, zərf kimi, tək ümumiyyətlə çox nitq hissəsi olur. Sifət ola bilər, tək əldən səs çıxmaz, tək yaşayıram, zərf ola bilər, bir də tək sənə inanıram, ədat ola bilər. Bitişik yazılarsa qoşma ola bilər. Ona görə elə həm ədat, həm nədir, əsas nitq hissəsi kimi deyirsə, bizə elə cavabımız olacaq A variantı. 5-də deyir, həm qoşma, həm də sifət kimi. Deməli, həm qoşma, həm də sifət kimi işlənə bilən sözləri müəyyən edin. Qədər sözü isim ola bilər, qədər qismət mənasında. Bir də qoşma ola bilər, evə qədər. Kimi sözü əvəzlik ola bilər, kimi oxuyur, kimi yazırdı. Qeyri-müəyyən əvəzlik ola bilər, bir də evə kimi məsafə qoşması ola bilər. Amma bizə deyir qoşma və sifət kimi. Ona görə A bəndi olmaz. Elə cavabımız B-də olacaq. Doğru sözü və başqa sözü. Başqa sözü başqa adamlar, başqa insanlar sifət olar, səndən başqa qoşma olar. Doğru yol, doğru insan sifət olar, evə doğru qoşma olar. Yəni ona görə cavabımız B-dir. Bəri sözü yer zərfi olar, bir də dünəndən bəri qoşma ola bilər. Sonra sözü zaman zərfi ola bilər. Məsələn, sonra mən gəldim, bir də dərsdən sonra mən gəldim, həm də qoşma ola bilər. Bizdən qoşma və sifət istəyir. Tərəflə qarşı, tərəf yenə isim ola bilər. Məsələn, tərəflər razılığa gəldi, isim ola bilər. Qarşı sözü də qarşı bucaqlar, qarşı tərəflər bu mənada sifət ola bilər. Yəni bizə digər mənada da, yəni ki, qoşma ola bilər. Tərəf və qarşı qoşma ola bilər, amma hər ikisi bir mənası, birində sifət olar, birində isim olar da. Yəni bizim tam şərtimizi ödəmir. Savayı sözünün ümumiyyətlə amonimliyi yoxdur, yalnız qoşma kimi işləndirilir. Fərqləndirilmə qoşması səndən savayı. Özgə sözü də sifət ola bilər, özgə adamlar. Bir də səndən özgə qoşma kimi ola bilər. 6-cı sualımızda deyir, hansı ədatlar ikinci şəxsin təkində işlənən feilin əmr şəkli ilə ortaqlıq təşkil edir? Baxırıq burada ikinci şəxsin təkində işlənən feilin əmr şəkli. Baxırıq, bax, elə qoy sözünə. Qoy sözü həm ədat ola bilər, kitabı stolun üstünə qoy, bir də qoy oturaq. Məsələn, burada ədat ola bilər. Bax sözü də yenə kitaba bax,
əmr şəklində olan feil ola bilər, həm də bax nə gözəl havadır. Gör sözü də yenə elə, görmək kimi məsəl üçün də yazılanları gör, bir də gör bizə nə dedi. Burada da ədat ola bilər. Elə sualımızın cavabı olacaq A variantı. 7-də deyir, cərgələrin birindəki ədatlar digər köməkçi nitq hissələri ilə amonimlik təşkil edir. Deyir, digər köməkçi nitq hissələri. Köməkçi nitq hissələri dediyinə görə deməli, baxırıq A bəndində yəni sözü bağlayıcı var, yəni ədat var. Bu şərti ödəyir. Amma təkcə sözü yalnız ədat kimi işlənir. Bir də əsas nitq hissəsi kimi sifət və zərf olur. Köməkçi nitq hissəsi ilə amonimliyi yoxdur. Baxla belə də ədat ola bilər, amma digər əsas nitq hissəsi ilə amonim ola bilər, feillə ola bilər, bax belə də əvəzliklə. Ancaq necə? Ancaq bağlayıcı ola bilər, ancaq ədat ola bilər. Bu şərti ödəyir, amma necə sözü sual əvəzliyi ola bilər, necə ədat ola bilər. Ki, yəni bəli, cavabımız elə D bəndidir. Ki, tabellik bağlayıcısı ola bilər, yəni eyni zamanda yəni də tabesizlik bağlayıcısı ola bilər ki, həm də ədat ola bilər, sual ədatı ola bilər, qüvvətləndirici ədat ola bilər. Necə dahanın ümumiyyətlə amonimliyi yoxdur, yalnız qüvvətləndirici ədatdır, necə də əsas nitq hissəsi ilə amonim olan ədatdır. 8-də deyir, cərgələrin birindəki ədatlar digər köməkçi nitq hissələri ilə amonimlik təşkil edir. Məgər ədatının ümumiyyətlə amonimliyi yoxdur, yəni buna görə bunu çıxırıq. Ki, necə, yenə bayaq dediyimiz kimi bu necə əsas nitq hissəsi ilə amonim olur, ona görə B-ni də çıxırıq. Tək sözü, deməli, təki necə götürə bilərik? Təki götürə bilərik həm qoşma kimi, həm də təki götürə bilərik, belə deyək də, ədat kimi. Amma eləni köməkçi nitq hissəsi kimi başqa işlədə bilmirik. Ona görə bu da şərtimizi ödəmir. Ki və ancaq, bəli, ki tabellik bağlayıcısı və ədat kimi, ancaq da qarşılaşdırma bağlayıcısı və ədat kimi işlənə bilər. Elə sualımızın cavabı D-dir. Lakindən yalnız, lakinin ümumiyyətlə amonimliyi yoxdur. Yəni bu da şərtimizi ödəmir. Gələk 9-cu sualla davam eləyək. 9-da bizə nə deyir? Deyir, bunlardan biri nida və feil kimi işlənə bilər. Nida və feil kimi işlənə biləni istəyir bizdən. Vah sözü nida kimi işlənir, başqa amonimliyi yoxdur. Ufun da amonimliyi yoxdur. Axın amonimliyi var, eyni zamanda nida kimi də işlənə bilər. Elə cavabımız C olacaq. Ah, sim kimi ola bilər, nida kimi ola bilər. Buna görə bunu da götürmür. Uranın da amonimliyi yoxdur. Köməkçi nitq hissələrinin yalnız birinə aid ola bilər. Yalnız birinə. Ancaq dedik ki, həm bağlayıcı, həm ədat olur, çıxırıq. İlə həm bağlayıcı olur, həm də qoşma olur, çıxırıq. Bəri sözü köməkçi nitq hissəsi deyilsə, yalnız bəri sözü olur, deməli, qoşma, amma əsas nitq hissəsi kimi yer zərfi də ola bilər. Amma bizə yalnız köməkçi nitq hissəsi dediyinə görə onda C-ni götürürük. Hətta bağlayıcısı var, hətta ədatı var, yəni bağlayıcısı var, yəni ədatı var. Deməli, 10-cu sualımızın cavabı oldu C variantı. 11-də deyir, hansı cümlənin tərkibində fərqləndirilmiş sözlər eyni nitq hissəsinə aid deyil? Baxırıq, bir düşün, bu qədər adam bir sənə mi etibar eləyəcək? Deməli, burada eyni nitq hissəsi bizə nə deyir? Eyni nitq hissəsinə aid olmasın. Bax, burada bir düşün də, bir sənə mi etibar eləyəcək? Hər ikisi qüvvətləndirici ədatdır. Varlının toyuğu da yumurtlayar, xoruzu da. Burada bu da bağlayıcı. Nə dərin suya gir, nə Xıdır Nəbini çağır. Burada nə də təkrar olunur, inkarlıq bağlayıcısıdır. Nə də eyni nitq hissəsidir. O gəlsə daş ilə, sən get aş ilə. Nə ilə? Hər ikisi qoşmadır, eyni nitq hissəsidir. Bir kəndin ki, köxası o olacaq, mümkündür ki, orada xeyir iş ola. Buradakı birinci ki, ədatdır, qüvvətləndirici ədatdır. İkinci ki, cümləni cümləyə bağladığına görə bağlayıcıdır. Sualımızın cavabı olacaq E variantı. Gələk növbəti 12-ci testimizə. 12-də bizə deyir, nümunələrin birində həm köməkçi nitq hissəsi, həm də köməkçi nitq hissəsi ilə amonim ola bilən əsas nitq hissəsi işlənmişdir. Baxırıq, deməli, zənnimcə köməkçi nitq hissəsi də modal sözdür. Bu var. Amma yoldaş tacirliyin fəndini çox gözəl bilir. Burada yoxdur. Bildiyim həm köməkçi, həm də köməkçi ilə amonim olan əsas nitq hissəsi deyir. Yəni burada A bəndində yoxdur. Sonra B-də nə deyir? Bu heç də nağıl deyil, doğru əhvalatdır. Bax, burada heç də ədatdır, doğru sözü də sifətdir və doğru sözü qoşma ilə də amonimdir. Doğru qoşması ilə də amonimdir. Yəni bizim şərtimizi ödəyir. Deyir, həm köməkçi nitq hissəsinin özü olsun, heç də. Həm də köməkçi ilə amonim olan əsas nitq hissəsi olsun, o da doğrudur. Ona görə sualımızın cavabı B variantıdır. C-də sanki göylərdə uçan quş kimiyəm. Burada sanki də
Modal sözdür, köməkçi nitq hissəsidir, quş kimi. Bu da qoşmadır, bu da köməkçi nitq hissəsidir. Yəni burada da yenə eynidir, ona görə bunu götürmürük. Mən özüm düz 30 il bundan əvvəl anadan olmuşam. Burada düz sözü də ədatdır, əvvəl də qoşmadır. Yəni hər ikisi köməkçi nitq hissəsidir. Ona görə bunu da çıxırıq. Uşaqlar dağılışdılar və xanım da ancaq bundan sonra eyvandan otağa çəkdi. Burada da çəkildi. Burada da və bağlayıcıdır, amonimliyi yoxdur, ancaq da bağlayıcıdır, ədatdır. Yəni ki, belə deyək də, hər ikisi köməkçi nitq hissəsidir. Ona görə sualımızın cavabı olur B variantı. 13-də deyir ki, fərqləndirilmiş sözlərdən biri qrammatik mənasına görə digərlərindən fərqlənir. Qrammatik məna deyirsə, yəni nitq hissəsinə görə. Keçəl düzünü desə də başına qapaz dəyər. Deməli, burada desə də, sa, dadan sonra gələn da ədatdır. Ona görə burada ədat oldu. İkincidə B-də deyir, düşmənin gəlişi də, gülüşü də tələdir. Deməli, gəlişi də tələdir, gülüşü də tələdir. Burada sadalama intonasiyası var, bu bağlayıcıdır. Deməli, B bağlayıcıdır. Baxaq indi hamısına. El keçdiyi körpüdən sən də keç, o da keçsin. Burada da sadalama intonasiyası var. Deməli, B-də, C-də bağlayıcıdır. Biri mənə bağlıdır, mini də birə. Mini də birə, burada da yenə sadalama intonasiyası var, bağlayıcıdır. Digər sahələrdə də uğurlarımız çoxdur. Burada da yenə sadalama var, bu da bağlayıcıdır. Deməli, sualımızın cavabı olacaq A variantı. A-da ədatdır, qalanları hamısı bağlayıcıdır. Gələk 14-cü testimizdən davam edək. 14-də nə deyir? Həm ədat, həm də başqa nitq hissəsi kimi işlənə bilən sözlərdir. Baxırıq burada, başqa nitq hissəsi kimi. Məsələn, A-da necə, belə götürə bilərik, amma bax bu di sözünə görə götürə bilmərik. Məgər sözünə görə bunlar başqa nitq hissəsi kimi düşünə bilmərik. Ona görə A getdi. Lap sözüdür, daha sözüdür, məgər sözüdür. Bunlar başqa nitq hissəsi kimi düşünülmür. Ona görə B-ni də çıxırıq. Bəsin homonimliyi yoxdur. M-nın, sana, bunların heç birinin, ikisindən başqa üçünün homonimliyi yoxdur. Bunu da götürmürük. Cavabımız D olacaq. D-də ki, bağlayıcı ədat, təkcə də əsas nitq hissəsi və köməkçi nitq hissəsi olur. Necə sual əvəzliyi və ədat olur. Ancaq bağlayıcı ədat olur. Belə əvəzlik və deməli ədat olur. Ona görə elə cavabımız D-dir. Barı iki cür düşünə bilərik. Barı isim kimi və ədat kimi. Kaşı amma düşünə bilmirik. Axını, m-nı düşünə bilmirik. Ona görə bu da yanlışdır. 15-də deyir, həm ədat, həm də başqa nitq hissəsi kimi işlənə bilən sözlərdir. Baxırıq, yenə A bəndində di var, yəni bu başqa heç homonimliyi yoxdur, götürmürük. Deməli, götürmürük. Sonra B-də məgər var, yenə axı var, yəni ki, bunu götürmürük. C-də sana var, m var, yenə bunlara görə götürmürük, başqa içinə düşünə bilmirik. D-də, deməli, D-də nə var? Təkcə axı, bax, D-də də axı var, yenə bunu başqa içinə düşünə bilmirik. Elə cavabımız qalır E bəndi. Qoy feil kimi düşünülə bilər, ədat kimi, təkcə zərf kimi, nədir, ədat kimi düşünülə bilər. Necə əvəzlik kimi, necə ədat kimi, dadə, bağlayıcı, dadə, ədat kimi düşünülə bilər. Gələk 16-cı sualımıza. Hansı cümlədə düz sözü lap ədatının sinonimidir? Sinonimidir. Son zamanlar nəsə işi düz gətirmirdi. Burada düz sözü, işi düz gətirmək bu ümumiyyətlə bir yerdədir, hamısı bir yerdə. Yəni ki, burada ədat kimi, ədat mövqeyində deyil. Anası düz deyirdi. Burada deməli, anası düz deyirdi. Düz demək burada da yenə zərf mövqeyindədir. Lap ədatının sinonimi kimi istəyir bizdən. Deməli, sonra bir düz danış, görək nə hadisə baş verdi. Düz danışmaq yenə hərəkət aiddir, zərfdir. Burada Kamran gəlib düz Samirənin qarşısında dayandı. Burada bu düz sözünün yerinə biz lap Samirənin qarşısında dayandı qoya bilirik, uyğun gəlir. Deməli, cavabımız D olacaq. E-də deyir, Əhməd dəftərə düz xətt çəkdi. Burada da düz sözü xətt sözünə ismə aiddir. Ona görə sifət mövqeyindədir. 16-cı sualımızın cavabı oldu D variantı. Gələk 17-dən davam eləyək. 17-də deyir, nümunələrin birində eyni söz həm ədat, həm də sifət kimi düşünülə bilər. Həm ədat, həm də sifət kimi düşünülə bilər. Yalnız o haqlıdır. Burada bu yalnız o haqlıdır. Bunu başqa düşünə bilmirik. Getmə, getmə, görüm kimin yarısan. Deməli, görüm kimin yarısan. Burada da yəni ki, həm ədat, həm də sifət kimi düşünülə bilən heç bir sözümüz yoxdur. Təkcə qızımın xoşbəxtliyini arzulayıram. Burada təkcə qızım. Burada bunu necə düşünə bilərik? Yalnız qızımın xoşbəxtliyini arzulayıram, ədat kimi. Bir də mənim bir qızım var, təkcə qızım var. Yəni bir dəfədə bir mənasında da bu təkcə sözünü sifət kimi düşünülə bilərik. Ona görə cavabımız elə C olacaq. Hamı gedib təkcə qalmışam. Burada təkcəni yalnız zərf kimi düşünürük, başqa cür olmur. Barı sən oxu, bir yana çıx, oğul. Burada da bunu yenə ədat kimi düşünmək olur, başqa cür fikirləşmək olmur. Nümunələrin birində eyni söz həm ədat, həm də sifət kimi düşünülə bilər. Ata mülkündə təkcə
yaşayırdı. Yenə təkcə yaşamaq burada yalnız zərf kimi düşünülür, başqa cür düşünülmür. Bircə onu arzulayırdı. Bircə onu arzulayırdı. Burada da yalnız təkcə onu arzulayırdı. Bunu da yalnız ədat kimi düşünülə bilər. Artıq kağızları yığışdırın. Burada artıq kağız bir dəfə sifət kimi düşünə bilərik. Artıq kağız hansı kağız? Bir də deyirik ki, artıq kağızları yığışdırın. Artığı qüvvətləndirici ədat kimi düşünə bilərik. Ona görə sualımızın cavabı olacaq C variantı. D-də deyir, yalnız onu axtarırdı. Bunu yalnız ədat kimi düşünə bilirik, başqa cür düşünə bilmir. Hamı getdi, tək qaldı. Burada ümumiyyətlə tək qalmaq, burada zərfdir, burada heç ədat yoxdur. Gəldik növbəti, deməli, 19-cu testinə davam edək. 19-da bizə nə deyir? Bir verilən sözlər içərisində hansı qoşmanın sinonimi yoxdur? Baxaq bir-bir. Tərəf sözünün, deməli, evə tərəf, evə doğru. Tərəf sözünün sinonimini kimi doğrunu götürə bilərik. Əvvəlin sinonimi kimi qabağı götürə bilərik. Deməli, tək başqa necə düşünə bilərik? Sinonim kimi. Bir dəqiqə baxaq buna. Başqanın sinonimi kimi savayını düşünə bilərik. Sonra kimi, sənin kimi, sənin tək. Belə bənzətmə qoşması kimi, qoşma kimi, yəni həm də bu bənzətmə qoşması kimi ilə götürə bilərik. B-nin sinonimi yoxdur. Elə cavabımız B olacaq. 20-də deyir ki, verilən sözlər içərisində hansı qoşmanın sinonimi var? Hansı qoşmanın sinonimi var? Bəri qoşmasının sinonimi bunların içərisində yoxdur. Özgənin sinonimi özgə, savaya ayrı olar. Burada da yoxdur. Daha doğrusu yox, var. Özgənin sinonimi elə qeyri, özgə qoşmasının sinonimi kimi qeyrini götürmək olar. Səndən özgə, səndən qeyri, səndən əlavə. İndi baxaq digərlərinə də. Ötrü, səbəb, məqsəd qoşması da bunun sinonimi də burada yoxdur. İlə də birgəlik qoşmasıdır. İlənin də sinonimi yoxdur. Elə cavabımız olacaq E variantı. 21-də deyir, cümlələrin birində işarələnmiş ca nitq hissəsi baxımından digərlərindən fərqlənir. Qızıldan taxtın olunca quruca bəxtin olsun. Burada quru sözü sifətdir, ca ədatdır, qüvvətləndirici ədatdır. Əvəzliyin mənaca müxtəlif növləri var. Burada mənasına görə, yəni bunu yerinə görə qoya bilirik. Bax, görə qoya bilirik. Deməli, bu burada qoşmadır. Sonra, yol boyunca çınar ağacları əkilmişdir. Burada yol boyunca yerinə ilə qoya bilirik. Qoşmadır. Mehdi babasından zərrə qədər, cənin yerinə yenə qoşmadır. Qədərlə əvəz eləyə bilirik. Zərrə qədər çəkinmirdi. Hamı bilir ki, mən onu dünyalarca, burada da yenə canın yerinə qədər qoya bilərik. Bunu da əvəz eləyə bilərik. Deməli, A bəndindəki ca ədatdır. Digərlərində hamısında qoşmadır. 22-də deyir, o bu günə kimi heç nə yaza bilməyib. Sən ona kömək edə bilərsən. İndi bizə deyir, cümləsində nöqtələrin yerinə hansı sözü artırsaq, mənaca müxtəlif köməkçi nitq hissələri kimi başa düşmək olar. Deməli, biz bura, ancaq sözünü artırsaq, ancaq sən ona kömək edə bilərsən, yalnız sən ona kömək edə bilərsən, məhdudlaşdırıcı ədat kimi də düşünə bilərik. Eyni zamanda yaza bilməyib, amma sən ona kömək edə bilərsən, qarşılaşdırma bağlayıcısı kimi düşünə bilərik. Ona görə 22-ci sualımızın cavabı olacaq B variantı. Gələk 23-cü sualımızla davam edək. 23-də bizə nə deyir? Deyir, uyğunluğu müəyyən edin, ədatdır, bağlayıcıdır, şəkilçidir, sual cümləsi yarada bilər. Yəni, amonimlik məsələsidir. Burada da ədatdır. Deməli, məgərin amonimliyi yoxdur, ümumiyyətlə getdi. Məsələn, ədatdır, şəkilçidir, bağlayıcıdır, bu şərti ödəyir da. Amma bir dənə sual cümləsi yarada bilər, yanlışdır. Axının ümumiyyətlə amonimliyi yoxdur. Yəni də ədatdır, bağlayıcıdır, biz həm də şəkilçidir dediyinə görə, yəni də olmaz. Elə sualımızın cavabı 2-dir ki, bağlayıcısı var, ədatı var, leksik şəkilçi var. Həm isim düzəldən, məsələn, bizimki, sizinki, həm də dünənki, səhərki bu şəkildə də sifət düzəldən şəkilçidir. Eyni zamanda sual cümləsi də yarada bilir. Məsəl üçün, deyirəm ki, sən bunu bilmirsən ki, deməli, cavabımız oldu D variantı. 24-də deyir ki, nümunələrdə altından xətt çəkilmiş sözlərə əsasən Venn diaqramında yol verilmiş səhvləri müəyyən edin. Bizdən səhvləri istəyir. Verib bir də gəlsənə Təbrizə gedək, bir də verib bir Təbrizə gəlsənə. Bax, birinci burada gəlsənə bütövlükdə ədat mövqeyindədir. Cümlədən çıxara bilərik, deyirik Təbrizə gedək. Amma ikinci gəlsənə sözündə gəl feilimizdir, feil plus ədatdır ikincidə. Yəni, burada bir Təbrizə gəl şəkildə cümləni tamamlaya bilərik. Yəni, sana orada qüvvətləndirici ədatdır. İndi baxaq görək səhvlər nə istəyir, nə deyir bizə. Deyir, bir əsas bir köməkçi nitq hissəsindən ibarətdir. Bu birinci fikir sağ tərəfə yazılmalıdır. Ona görə bu səhvdir. Bizdən səhvləri istəyir. Hərəkət bildirmir deyir. Hərəkət bildirməməsi, deməli, bu düzgün fikirdir. Hərəkət bildirmir, ədat mövqeyindədir. Ona görə deməli, bu düzgün fikirdir, götürmürük.
Suala cavab vermirik yazıb ortadan. Bir mənada, bir fikir belə deyək də, mənada suala cavab verir, birində vermir. Bu da yanlış fikirdir. Götürürük ortada yazdığına görə. Təsriflənən feil ədatla işlənib. Bu düzgündür. Bəli, əmr şəklində olan feil ədatla işlənib. Bu düzgün fikirdir. Şəxs sonluğu işlənmişdir. Sana burada şəxs sonluğu yox, ədatdır. Ona görə olacaq cavabımız 1 və 1, 3, 5. 25-də deyir, həm qoşma, həm də əsas nitq hissəsi kimi işlənən sözləri müəyyən edin. 25-ci testimizdə. Başqa sözü, səndən başqa, qoşma, başqa adamlar, sifət. Dərsdən sonra qoşma, sonra gedərik zərf, evə sarı qoşma, sarı köynək, yaramı sarı, feil və yaxud sifət. Ona görə elə cavabımız 25-də olacaq A variantı. 26-da hansı cümlədə işlənmiş bağlayıcının amonimliyi yoxdur? Baxaq. Deməli, Aydınla Oqtay Cəfər Cabbarlının romantik qəhrəmanlarındandır. Burada Aydınla Oqtay, Lənin burada homonimliyi var. Lə burada bağlayıcıdır, ilə qoşması ilə amonimdir. Ona görə bu çıxdı. Bayatı da dörtlük şəklində olur. Burada bayatı da deməli sadalama intonasiyası var. Bağlayıcıdır. Eyni zamanda ədatla da amonimdir. Bunu da götürmürük. Əksəriyyət bilir ki, tək əldən səs çıxmaz. Ki burada tabelilik bağlayıcısıdır. Eyni zamanda ki ədatı ilə həm sual, həm də deməli qüvvətləndirici o ədat olan ki ilə amonimdir. Ona görə bunu da çıxırıq. Biz kim olduğumuzu bilir, fəqət kim olacağımızı bilmirik. Burada bu fəqət sözünün amonimliyi yoxdur. Elə cavabımız bu olacaq. Nə ətdir, nə balıq, burada nə də deməli bağlayıcıdır, amma nə əvəzliyi ilə, nə bilim, nə ədatı ilə amonim ola bilər. Deməli 26-cı sualımızın cavabı oldu D variantı. Gələk növbəti 27 ilə davam eləyək. 27-də deyir, hansı cümlədə işlənmiş bağlayıcıların amonimliyi vardır deyir. Zəka tarlası tab ilə əkilir və biçilir. Deməli, burada hansı cümlədə işlənmiş? Deməli, burada ilə var. Amma nə ilə əkilir? Buradakı ilə qoşmat, bağlayıcı deyil. Bizə deyir ki, bağlayıcının amonimliyi olsun. Buradakı bağlayıcımız vədir və o da homonim deyil. Yaxşı kitabları bugün oxuyun. Çünki sabah vaxtınız olmaya bilər. Burada bağlayıcımız nədir? Bağlayıcımız çünkidir. Bu da amonimliyi yoxdur. Kitablar soyuq, lakin etibarlı dostlardır. Bağlayıcı lakindir. Bunun da amonimliyi yoxdur. Kitab dünyaya bənzər, həm güldürür, həm də düşündürür. Həm də bağlayıcıdır, amma yenə amonim deyil. Kitab toplamaq yaxşı işdir, ancaq onları oxumaq daha faydalıdır. Burada ancaq bağlayıcıdır. Ancaq sənə inanıram, ədatı ilə amonim ola bilər. Ona görə cavabımız olacaq E variantı. 28-də deyir, hansı cümlələrdəki altından xətt çəkilmiş sözü iki köməkçi nitq hissəsi kimi düşünmək olar, durğu işarələri buraxılmışdır. Baxaq, qələm də stolun üstündə idi. Burada bu dadəni yalnız bağlayıcı kimi düşünmək olur. Bu yanlışdır. B-də deyir, sən ki tapşırığın öhdəsindən gəlirsən, deməli, sən ki burada qüvvətləndirici ədatdır, başqa heç nə düşünmək olmur. Gəzintiyə hamı getdi, ancaq sən yox idin. Bax, buradakı bu ancaq sözünü vergül qoya bilərik bir məqamda. Deyirəm ki, gəzintiyə hamı getdi, amma sən yox idin. O mənada bağlayıcı kimi. Bir də hamı getdi, ancaq sən yox idin. Təkcə sən yox idin. Bunu həm də ədat kimi düşünə bilərik. Heç kim, hətta sədr işin nə yolda olduğunu bilmirdi. Burada da yenə ədatdır. Bunu da başqa cür düşünə bilmirik. Gələnləri, yəni konferans iştirakçılarını yaxşı qarşıladılar. Deməli, burada da yalnız bağlayıcıdır. Yəni bunu da biz başqa cür sual ədatı kimi düşünə bilmirik. Ona görə 28-ci sualımızın cavabı olacaq C variantı. 29-da deyir, amonimliyi olmayan ədatları müəyyən edin. Baxaq. Vaxt, qoy həm feil, həm ədat kimi amonim olur. Artıq deməli ədat olur, artıq sifət olur, artıq zərf olur, amonimdir. Bir sözü say və ədat olur. Ona görə bunu da çıxırıq. Məgər kaş amonimliyi olmayan ədatlardır. Sual ədatıdır, məgər sual ədatıdır, bir də kaş da arzu ədatıdır. Başqa heç nəyinə amonim olmur. Ancaq bağlayıcı və ədat olur, hətta da bağlayıcı ədat, elə belə əvəzlik və ədat olur. Ona görə 29-cu sualımızın cavabı olur C variantı. 30-cu testimizlə davam eləyək. 30-da bizə nə deyir? Hansı sıra amonim ədatlardan ibarət deyil? Amonim ədatlardan ibarət deyil deyir. Baxırıq burada. Dadə amonimdir, artıq amonimdir. Ona görə A bəndi gedir. B-də elə var, nə var, qoy var, hamısının amonimliyi var. Çıxırıq. C-də necə var, ki var, amonimlik var. Çıxırıq. D-də ancaq var, bir var. Ona görə burada çıxırıq. Cavabımız olacaq E variantı. E-də ən, lap, axı ədatları qüvvətləndirici ədatdır. Heç birində amonimliyi yoxdur. 31-də cümlələrdə altından xətt çəkilmiş hissə ilə bağlı yanlış fikirləri istəyir bizdən. Deyir, indiki bəzi gənclər saqqalına görə filosofa oxşuyur. Buradakı indiki zərfdən düzələn sifətdir, leksik şəkilçidir. Bəli, düzgündür, bu düzgündür, bizdən yanlış istəyir. Günəş ki bir gündə 2 dəfə çıxmır, təsir gücünü artırmışdır. Deməli, buradakı ki ədatdır, təsir gücünü deyir, artırmışdır. Bu düzgün fikirdir. O adam bədbəxtdir ki, heç nə bilmir və
bilməyə də çalışmır, cümlələri bağlamışdır. Bəli, tabellik bağlayıcısıdır. Bu da düzgün fikirdir. İndiki belə oldu, sənə sözüm yoxdur. Cümləni deyir, əlaqələndirmişdi deyir, əlaqələndirməmişdi. Buradakı əlaqələndirmə bağlayıcıdır. Buradakı ki ədatdır. Ona görə bu yanlışdır. Mən ki onu tanımıram, bağlayıcı deyil, düzdür. Burada da ədat. 32-ci testimizdən davam eləyək. Görək 32-də nə istəyir bizdən? 32-də deyir, fərqləndirilmiş sözlərlə bağlı uyğunsuzluğu müəyyən edin. Deməli, ədat və digər nitq hissəsi. A-da nə gözəl yaraşır muğana ceyran. Burada nə ədatdır, nə əkərsən, onu da biçərsən. Buradakı ikinci nədir? Əvəzlikdir. Yəni, bu ədat digər nitq hissəsi şərtini ödədi. Yəni, bu tanıdığımız xanların hamısının dədə-babası xan olmuşdu. Yəni, burada sual ədatıdır, birincisi. Ondan ötürü dünyada heç bir sir, yəni gizlin iş yoxdur. Burada da aydınlaşdırma bağlayıcısıdır. Bu da şərti ödəyir. Bu Mahmudun həyatında çox əlamətdar bir gün idi. Çox əlamətlər sifətin qarşısında gəlib ədatdır. Çox adam burada çox sözü saydı. Yəni digər nitq hissəsi şərtini ödədi. Sonra tələsmə ay bala, hələ bir dayan. Burada bir ədatdır. Səbirli ol deyilənlərə bir qulaq as. Burada da ədatdır. Yəni bax hər ikisi ədat olduğuna görə elə cavabımız D olacaq. Elə biz də bugün getməliyik. Elə ədatdır. Elə çalmağın, belə də oynamaq olur. Burada elə əvəzlikdir. Ona görə bu da şərti ödədi. 32-ci sualımızın cavabı oldu D variantı. Gələk 33-cü testimizlə davam eləyək. 33-də bizdən nə istəyir? 33-də deyir, işarələnmiş sözlərin aid olduğu nitq hissələrinə görə düzgün ardıcıllığını müəyyən edin. Deməli, ardıcıllığını müəyyən edin. Baxırıq, nə bağım var, nə də çaqqala davam. Deməli, burada nə var? Nə də təkrar olunur, inkarlıq bağlayıcısıdır. Deməli, bağlayıcı deyirsə biz bunları C-ni, D-ni çıxırıq. 2-də deyir ki, nə tökərsən aşına, o da çıxar qaşığına. Nəyi tökərsən, o çıxar. Yəni, bu burada bağlayıcı sözdür. Deməli, əvəzlikdir daha doğrusu. Bax, buradakı nə? Əvəzlikdir. Deməli, ikinci gəlməlidir əvəzlik. Burada düzgündür, hələ ki gedir, uyğun gəlir. Nə gözəl yaratmış yaradan səni. Burada nə gözəl yaratmış, gözəl yaratmış. Nəyəni cümlədən çıxarda bilirik? Bu ədatdır. Deməli, olacaq bağlayıcı, əvəzlik, ədat. Hələ ki, bax, bir dənə E-ni də çıxırıq. A-nı B qaldı. Nə versən adındır, qalanı yadındır. Burada da nəyi versən əvəzlikdir, sual əvəzlikdir. Elə cavabımız olacaq B variantı. A, ədat deyil. 34-də deyir, fərqləndirilmiş sözlərin aid olduğu nitq hissələrinə görə düzgün ardıcıllığını müəyyən edin. Çiğ ətdən nənə də bezardır, bala da. Burada sadalama intonasiyası var, bağlayıcıdır. Deməli, ədat olanları çıxırıq. Sonra deyir ki, çərçi başındakını da satar. Burada yenə bağlayıcıdır. Başındakını da satar, əlindəkini də satar. Burada deməli, bağlayıcıdır. İkinci də bağlayıcı olmalıdır. Buna görə elə C-ni də, D-ni də çıxdıq. Cavab qalır A. Yenə baxaq. Bu məsələ onu heç maraqlandırmır da. Burada ədatdır. Deməli, qüvvətləndirici ədatdır. Onun da adı siyahıda idi. Onun da, sənin də, mənim də burada sadalama intonasiyası var, bağlayıcı. Deməli, 34-cü testimizin cavabı olacaq A variantı. 35-ci sualımızdan davam eləyək. 35-də deyir, fərqləndirilmiş sözlərlə bağlı uyğunsuzluğu, yanlış olan fikri bizdən istəyir. Birincidə qoşma, 2-də digər nitq hissəsi. Ondan yaxşılıqdan başqa heç nə görməmişəm. Burada başqa çıxışlı xaldan sonra gəlib qoşmadır. Nənəmgilin kiçik taxta qapısı başqa küçəyə açılırdı. Burada başqa sözü sifətdə hansı küçəyə? Bu şərti ödədi. Oxuduğu kitabı kənara qoyub körpə ilə oynamağa başladı. Kim ilə? Burada qoşmadır. Səlimə toxuduğu corabları Cəfər ilə Gülzadın ayağına geyindirdi. Burada Cəfər və Gülzadın, burada da hər ikisi, daha doğrusu bağlayıcıdır. Ona görə bu da şərti ödədi. Sonra C-də deyir, yol uzaq olduğundan düşərgəyə kimi piyada gedə bilməyəcəyini anladı. Düşərgəyə kimi burada qoşmadı. Hərə bir işlə məşğul idi. Kimi ağacların dibini belləyir, kimi çırpıları toplayırdı. Buradakı kimi də əvəzlikdir. Bu da şərti ödəyir. Sonra D-də deyir ki, sağ tərəfə dönmək qadağandır. Burada tərəf sözü isimdir. Çayın o biri tərəfi meşəli idi. Burada tərəf sözü də yenə isimdir. Ona görə bu da deməli hər ikisi əsas nitq hissəsidir. Yəni ki, burada qoşma işlənməyib. Elə sualımızın cavabı olacaq D variantı. Günəş üfüqə doğru əyiləndə qonaqlar təşrif buyurdular. Üfüqə doğru. Burada üfüqə doğru, üfüqə tərəf. Burada bu qoşmadır. Sizə doğru söylədiyimə inanmalısınız. Sizə doğru söylədiyimə inanmalısınız. Burada da başqa nitq hissəsidir. Ona görə cavabımız oldu D variantı. D variantı. Gələk 36-cı sualımızdan davam eləyək. 36-da bizdən nə istəyir? 36-da deyir, hansı cümlənin tərkibində fərqləndirilmiş sözlərin hər ikisi eyni nitq hissəsinə aid deyil?
Baxırıq. Quş qanadı ilə, adam adı ilə. Burada hər iki ilə qoşmadır. Bir dayan abala, bir tikə çörək kəs. Burada bir ədatdır. Bir tikə, iki tikə çörək kəs. Burada bir saydır. Elə burada fərqlidir. Nə itələ yığ, nə də nə çək durğuz, nə də sadalama intonasiyası var. Bağlayıcıdır. İt də getdi, ip də getdi. Yenə bağlayıcıdır hər ikisi. Ürək ki var, şüşədir. Sındırsan kim yamayar ki? Burada qüvvətləndirici ədatdır. Burada da sual ədatıdır. Hər ikisi ədatdır. 36-cı sualımızın cavabı oldu B variantı. Gələk 37 ilə davam eləyək. 37-də deyir ki, cümlələrdə fərqləndirilmiş sözlərin hər ikisinə aid olan ortaq xüsusiyyəti müəyyən edin. Ortaq xüsusiyyəti istəyir bizdən. Baxaq. Deməli, iki qulaq ilə bir dil bizə ona görə verilib ki, çox dinləyib az danışaq. Deməli, burada ilə iki qulaq və bir dil ilə və bağlayıcısının sinonimidir. Yemək ilə dost olan hər gün küsülü gəzər. Nə ilə dost olan? Burada da ilə qoşmadır. İndi baxaq görək nədir? Variantlarda nə verib bizə? Deməli, deyir ki, cümlədən çıxarıldıqda məna dəyişikliyi baş vermir, cümlənin emosionallığı azalır. Bu ədata aid olan fikirdir. Qoşmaya, bağlayıcıya aid deyil. Leksik mənası olmasa da cümlədə sözə qoşulub məna çaları yaradır. Bizə deyir ki, ortaq xüsusiyyət dediyinə görə bu fikir qoşmaya aiddir, amma bağlayıcıya aid deyil. Adlı halda olan sözə qoşulub birgəlik mənası bildirir. Birgəlik mənası bildirmək də yenə qoşmaya aid fikirdir. Verilən cümlələrin tərkibində özündən əvvəl gələn sözə bitişik də yazıla bilər. Bəli, bu bağlayıcı və qoşma olanda hər ikisində bitişik yazıla bilər. Elə cavabımız D olacaq. Cümlə üzvləri və cümlələr arasında əlaqə yaratmaq bu bağlayıcıya aiddir. Ona görə cavabımız qalır elə D. Sonra gələk növbəti 38-ci testimizlə davam eləyək. Hansı cərgədəki amonim qoşma iki məna çalarına malikdir deyir. Asılaydı sözlərim könlümün qulağından bir qızıl tana kimi. Burada tana kimi, deməli sırğa kimi, deməli bu qoşmadır, bənzətmə qoşmasıdır. Günəş doğana kimi burada da zaman məzmunlu qoşmadır. Yəni deyir qoşma iki məna çalarına malikdir. Bu düzgün fikirdir. Elə cavabımız A olacaq. Sözün də su kimi lətafəti var. Hər sözü az demək daha xoş olar. Burada bir dənə qoşma var. Ona görə bu başqa məna çaları yaradan hissəsi qoşma yoxdur. Ey müsəlmanlar, bilin kim yar ilə xoşdur cahan, mən ki yardan ayrı düşdüm bu cahanı neynirəm? Burada da yar ilə kim ilə, yəni qoşmadır, başqa qoşma yoxdur. Yəni bir qoşma var, o da ey bir mənanı bildirir. Ona görə bu da olmayacaq. Quş kimi göydə uçar yerdəkilər, bizi gömdü yerə minbərdəkilər. Burada da quş kimi yalnız bənzətmə qoşması da başqa məna düşünə bilmirik. Yoxdur ikinci bir qoşmamız. Lövbət kimi özünü bəzəmə, lövzən kimi küçələr gözətmə. Burada da yenə hər iki dənə kimi var, amma hər ikisi bənzətmə qoşmasıdır. Ona görə bu da cavab olmayacaq. 38-də olacaq A variantı. Gələk növbəti 39-cu testimizlə davam eləyək. 39-da nə istəyir bizdən? 39-da yenə deyir, uyğunsuzluğu müəyyən edin. Ədat və digər nitq hissəsi. Ədat, digər nitq hissəsi. Baxırıq. Deməli, bu məsələ barədə danışdığımız bəsdir də. Deməli, birincidə bəsdir də. Bu birincidə olacaq nə? Olacaq ədat. Bəsdir də, olacaq ədat. Demişdim də, burada qalmaq sənin üçün çətin olacaq. Burada da də ədatdır. Ona görə elə yanlış olan budur. Baxaq digərlərinə də. Siz ki, məxsusi kamal sahibisiniz. Burada ki, qüvvətləndirici ədatdır. O elə işdir ki, sən onun öhdəsindən gələ bilərsən. Buradakı ki də bağlayıcıdır. Deməli, fərqli nitq hissəsidir. Hava necə istidir? Burada necə qüvvətləndirici ədatdır. Necə istəsən elə də et. Burada necə əvəzlikdir. İkincidə, Rüstəm kişi artıq səbri, təmkini itirmişdir. Burada artıq ədatdır. Artıq tikə baş yarar. Burada da artıq sifətdir. Fərqli nitq hissəsidir. Sən nə mehribanmışsan, nə mehribansan. Burada nə qüvvətləndirici ədatdır. Nə tökərsən aşına, o da çıxar qaşığına. Buradakı nə də əvəzlikdir. Fərqli nitq hissəsidir. 39-cu sualımızın cavabı oldu A variantı. 40-cı sualla davam eləyək. Hansı cümlələrdə belə sözünü həm ədat, həm də işarə əvəzliyi kimi düşünmək olar. Səlim belə danışmaq istəməzdi. Səlim belə danışmaq istəməzdi. Bunu bir belə düşünə bilərik. Bir də Səlim belə danışmaq istəməzdi. Biri götürə bilərik, götürdük. Atası belə onu yaxşı tanımadı. Atası belə. Bunu beləni yalnız ədat kimi düşünə bilərik. Başqa cür düşünülmür. Mən belə adamları tanımaqda çətinlik çəkirəm. Bir belə adamlar, necə adamlar? Bir də mən belə adamları tanımaqda çətinlik çəkirəm. Bunu da düşünə bilərik. Qonşular belə haqsızlıqdan təngə gəlmişdi. Necə haqsızlıq? Bir də qonşular belə haqsızlıqdan təngə gəlmişdi. 1, 3, 4 olacaq cavabımız. Elə A bəndi. Belə işlər olanda təəccüblənməyə bilmirsən. Burada belə işləri yalnız əvəzlik kimi düşünə bilirsən. Biz belə bu gözəlliyi qiymətləndirməmişik. Beləni burada ədat kimi düşünürsən. Ona görə olacaq cavabımız yalnız A bəndi. Sonra
Gəldik növbəti 41-ci testimizdən davam eləyək. 41-də deyir, ədatlarla amonimliyi olan bağlayıcıların işləndiyi cümlələri müəyyən edin. Bağlayıcının işləndiyi cümlələri istəyir bizdən. Xeyir və şərin mübarizəsi əbədidir. Burada və bağlayıcıdır, amma amonimliyi yoxdur. Gözlədim, ancaq heç kəsdən səs çıxmadı. Bax, biz cümlələrdən bağlayıcı tapmalıyıq və ədatla amonim olsun. 2-də bu ədat ancaq özü elə ədatdır, bağlayıcı deyil. Bugün stadiona bütün müəllimlər, hətta valideynlər də gəlmişdilər. Bir dəqiqə. Başqa bəlkə burada nəsə var? Hə, yoxdur. Sonra bugün stadiona deyir. Ancaq bugün stadiona bütün müəllimlər, hətta valideynlər də gəlmişdilər. Bu suala bir də baxaq. Ədatlarla amonimliyi olan bağlayıcıların işləndiyi cümlələri müəyyən edin. Durğu işarələri. Hə, bunu biz gözlədim, ancaq heç kəsdən səs çıxmadı. Burada bu ancaq bağlayıcıdır. 2-ni götürəcəyik. Gözlədim, amma heç kəsdən səs çıxmadı. Deməli, 2-ni götürəcəyik. Bu variantları çıxaq. Bugün stadiona bütün müəllimlər, hətta valideynlər də gəlmişdi. Burada hətta bağlayıcıdır, durğu işarələr buraxılıb. Hətta bağlayıcıdır, ədatla da amonimdir. 3-ü də götürəcəyik. İstədim ki, hər şeyi özün biləsən ki, burada tabellik bağlayıcısıdır. Bunu da götürəcəyik. 2, 3, 4 olacaq. Baxaq digərinə də. Hamı səninlə və onunla fəxr edir. Buradakı, deməli, homonimliyi olan bağlayıcı. Burada və bağlayıcıdır, amma homonimliyi yoxdur. Sabah şəhərə ancaq səninlə mən yola gedəcəyik, yola düşəcəyik. Burada da yalnız ədatdır. Burada da bağlayıcı yoxdur. Hə, var burada lalə bağlayıcısı var, səninlə mən. Amma bu ədatla amonim deyil. Deməli, olacaq cavabımız 1, 2, 3, 4. Gələk 42-ci testimizə. 42-də deyir ki, cümlələrin birində işlənmiş əvəzlik heç bir köməkçi nitq hissəsi ilə amonimlik yaratmır. Əvəzlik heç bir köməkçi nitq hissəsi ilə amonimlik yaratmır. Oğlunun belə cəsarətli danışmağı atanı sevindirirdi. Burada belə sözü əvəzlikdir və ədatla amonimdir. Torpağı düz basdığı üçün kimi şəhərə, kimi də qonşu kəndlərə köçüb getmişdi. Burada kimi şəhərə, kimi də deməli, kimi yenə amonim əvəzlikdir. Əvəzlikdir burada, amma qoşma ilə amonimdir 42-də. Sonra 3-də deyir, elə məhəllələr vardır ki, indi də su üzünə həsrətdir. Elə məhəllələr, elə burada əvəzlikdir, elə ədatı ilə amonimdir. Sahədə gördüklərini atasına necə söyləyəcəkdir? Necə sual əvəzliyidir, ədatla amonimdir. Burada da var. İndi qocanı hamı özünün yaxını hesab edirdi. Burada hamı əvəzlikdir, amma amonimliyi yoxdur. Deməli, 42-ci sualımızın cavabı olur nə? E variantı. 43-cü testimizlə davam eləyək. Bizə deyir, köməkçi nitq hissəsi ilə amonim olan əvəzlik işlənmiş cümlə hansıdır? Baxırıq, burada əvəzliklərə deyir ki, o müthiş hadisədən sonra kimsə bu əraziyə girməyə cəsarət etməmişdi. Burada o, deməli, əvəzlikdir, amonimdir, amma əvəzlik öz arasında amonimliyi var. Kimsə də ümumiyyətlə amonimliyi yoxdur, bunun da amonimliyi yoxdur. Ona görə A variantını çıxırıq. Bəzi insanlar bizə ərmağan, bəziləri isə dərddir. Burada bəzi əvəzlikdir, qeyri-müəyyən əvəzlikdir, amma amonimliyi yoxdur. Həmin qaranlıq gecədə heç kim yerindən tərpənmək istəmirdi. Həmin əvəzlikdir, heç kim əvəzlikdir, amma amonimliyi yoxdur. İbrahim bütün həyatını azadlıq mübarizəsinə həsr etmişdi. Burada da bütün təyin əvəzlikdir, amonimliyi yoxdur. Nə lazımdırsa biz kömək edə bilərik. Burada nə? Əvəzlikdir, sual əvəzliyidir. Ədatla amonimdir. 43-cü sualımızın cavabı olacaq E variantı. Gələk 44-cü testimizə. 44-də deyir, cümlələrin birində amonimliyi olan iki müxtəlif köməkçi nitq hissəsi işlənmişdir. Baxırıq. A-da kaş Hüseyin kimi çalışqan şagirdlərimiz çox olaydı. Burada kaş ədatdır, amma amonimliyi yoxdur. Hüseyin kimi qoşmadır. Bir dənə bunun amonimliyi var. Ona görə bunu çıxırıq. İmtahandan sonra dincəlmək üçün bu parka gələrdi. İmtahandan sonra burada sonra qoşmadır. Üçün köməkçi nitq hissəsi də, amma onun amonimliyi yoxdur. Ona görə bizə 2 dənə homonimliyi olan köməkçi nitq hissəsi istəyir bizdən. İndi ancaq qardaşı Sərdar İmranla maraqlanırdı. Deməli, burada ancaq ədatdır, bağlayıcı ilə amonimdir. Sərdar İmranla maraqlanırdı. Lalə burada qoşmadır, bağlayıcı ilə amonimdir. Deməli, 2 homonimliyi olan köməkçi nitq hissəsi C variantında var. Başqa iştirakçılar elə həmin gün Samiri təbrik etmişlər. Elə ədatdır, homonimliyi var, amma başqa burada köməkçi nitq hissəsi yoxdur. Artıq iş bitmişdi, heç kim getməyə tələsmirdi. Artıq burada ədatdır, yenə başqa köməkçi nitq hissəsi yoxdur. 44-cü sualımızın cavabı olur C variantı. 45-ci testimizdən davam eləyək. 45-də deyir, hansı cümlələrdəki qoşmalar əsas nitq hissəsi ilə amonimdir?
Baxaq. Bir aydan sonra bütün işlər qaydaya düşdü. Burada bax, sonra qoşması, sonra zərfi ilə amonimdir. Biri götürə bilərik. Danışıqlar qarşı tərəfi razı salmadı. Burada qarşı tərəf qarşı sözü sifətdir. Ona görə bunu çıxırıq, qoşma deyil. Xəzan olub tökülən viranə bağlar kimi. Kimi qoşmadır, eyni zamanda kimi əvəzliyi ilə amonimdir. Səndən başqa heç kəs ürəyimə yatmadı. Səndən başqa. Burada başqa sözü qoşmadır və əvəzliklə, daha doğrusu sifətlə amonimdir. Deməli 1, 3, 4-də hələ ki var. 5-də yadlar ilə ömür sürür həsrətdə. Burada ilə deməli qoşmadır, qoşmadır. Amma bizə deyir əsas nitq hissəsi ilə amonim olsun. Bu ilə bağlayıcısı ilə amonimdir. Ona görə burada başqası da yoxdur. 5-i də çıxırıq. Sizdən savayı heç kimə əmin ola bilmirəm. Burada savayı qoşmadır, amma amonimliyi yoxdur. Deməli 45-ci testimizin cavabı oldu. 1, 3 və 4. Keçək növbəti 46-cı testimizlə davam eləyək. 46-da deyir, hansı nümunələrdə həm bağlayıcı, həm də bağlayıcı ilə amonim olan köməkçi nitq hissəsi işlənmişdir. Tələb budur ki, idarəyə verilən ərizə gərək latın əlifbası ilə yazılsın. Bax, burada ki, bağlayıcıdır. İlə də qoşmadır, bağlayıcı ilə amonimdir. Yəni, bizim şərtimizi ödəyir. Deyir, həm bağlayıcı olsun, həm də bağlayıcı ilə amonim olan köməkçi nitq hissəsi olsun. Elə cavabımız biri A-dır 46-da. Sonra 2-də deyir, babam ancaq Füzuli və Ağdama avtobus reysləri açılanda doğma torpaqları ziyarət etdi. Burada ancaq deməli, ancaq ədatdır. Deməli, burada başqası varmı? Bir dəqiqə. Ancaq Füzuli və Ağdama avtobus reysləri açılanda doğma torpaqları ziyarət etdi. Həm bağlayıcı, həm də bağlayıcı ilə amonim olan köməkçi nitq hissəsi. Burada və bağlayıcısı var, eyni zamanda ancaq ədatı var. O da ancaq bağlayıcısı ilə amonimdir. Deməli, ikini də götürürük. Kim ki insanı sevər, aşiqi hürriyyət olar. Bəli, hürriyyət olan yerdə də insanlıq olar. Və burada dadə yerdə də iştirak bağlayıcısıdır. Bağlayıcı var. Burada da ki ədatı var. Deməli, həm bağlayıcı var, həm də bağlayıcı ilə amonim olan ədat var. Deməli, 3-ü də götürəcəyik. Mən ki damdan bacadan baxmaz idim, su kimi hər tərəfə axmaz idim. Ümumiyyətlə, bu cümlədə bağlayıcı yoxdur. Burada ki ədatdır, burada ki qoşmadır, kimi qoşmadır. Otların hamısı ha belə boynu bükük bənövşələr də dirçəlmişdi. Burada bağlayıcı var bənövşələrdə. Elə burada ha belə də bağlayıcıdır, yəni burada ədat da yoxdur. Ona görə 46-cı sualımızın cavabı oldu. 1, 2 və 3. Sonra 47-ci sualla davam eləyək. 47-də bizə nə deyir? 47-də deyir ki, hansı cümlələrdəki ədat bağlayıcı ilə amonimdir? Deməli, biz nə axtarmalıyıq? Biz cümlədən ədat axtarmalıyıq və tapdığımız ədat da bağlayıcı ilə amonim olsun. Yanındakı mücahidlərdən ancaq 2 nəfər geri qayıtdı. Burada ancaq məhdudlaşdırıcı ədatdır. Eyni zamanda qarşılaşdırma bağlayıcısı ilə amonimdir, götürürük. Başa düşmədiyiniz bir şey yoxdur ki sual ədatıdır, ki aydınlaşdırma bağlayıcısı ilə amonimdir, ikini də götürürük. Gəl zəhmət çək, zəhmətdəki şan şöhrəti şeirə gətir. Gəl burada ədatdır, deməli, ədatdır, amma bağlayıcı ilə amonimliyi yoxdur, feillə amonimliyi var. Yetirməz bir daha bu dövran məni. Burada bir daha bu deməli, ümumiyyətlə, bağlayıcı ilə amonimliyi yoxdur bunun da. Diget səni Şirvan gözləyir. Burada di yenə ədatdır, amma bağlayıcı ilə amonimliyi yoxdur. Cavabımız oldu 47-də 1 və 2. 48-də deyir, hansı cümlələrdə işlənmiş ədatın feillə amonimliyi var? Baxırıq, gəl sabahki işlərimizdən danışaq. Gəl burada qüvvətləndirici, daha doğrusu əmr ədatıdır, feillə amonimdir, biri götürürük. Ancaq susmağın vaxtı deyil, yox, artıq susmağın vaxtı deyil. Artıq ədatdır, amma feillə amonimliyi yoxdur. Vaxtında yığıncağa gəlin. Burada ümumiyyətlə heç ədat yoxdur. Bağa bax, üzüm olsun, yeməyə üzün olsun. Burada da yenə ədat yoxdur. Qoy mən tox olum özgələr ilə nədir karım? Burada qoy ədatdır, eyni zamanda qoy feili ilə də amonimdir. 48-də olacaq 1 və 5. Gələk 49-cu testimizlə davam eləyək. 49-da deyir, hansı cümlələrdə işlənmiş ədatın feillə amonimliyi var? Baxaq, qoy mən yenə söhbət açım öz diyarımdan. Deməli, qoy yenə ədatdır və feillə də amonimliyi var. Ona görə biri götürəcəyik. Gəlin məni bu işlərə qatmayın. Deməli, burada baxırıq ki, gəlin sözü də elə feil nədir? Burada ədat mövqeyindədir, əmr ədatıdır. Gəlin feili ilə də amonimdir. İkini də götürə bilərik. Kağıza həvəslə o da qol atdı. Dodağı altından gülümsəyərək, deməli, ədat yoxdur burada. O da buradakı dadə bağlayıcıdır. Dodaq 3-4-də nə deyir? Qız yetər bu dəfə daha çox pambıq yığmışdı. Burada daha çox, burada da
Ədaddır, amma feillə amonimliyi yoxdur. Yoldaşlarına bax, ibrət götür. Burada da ümumiyyətlə ədad yoxdur. Cavabımız olacaq 49-da 1 və 2. 50-ci testimizlə davam eləyək. 50-də görək bizdən nə istəyir. Hansı cümlələrdə ki bağlayıcıdır, vergül işarəsi buraxılmışdır? Mən elə ölkədə yaşayıram ki, mavi üfüqləri al şəfəqlidir. Bax, burada ki bağlayıcısı cümləni cümləyə bağlayıb, deməli tabellik bağlayıcısıdır. Biri götürürük. Bir söz ki, qaşlara düyün vuracaq. Gözəl söz olsa da söyləmə burax. Burada bir söz ki qüvvətləndirici ədaddır, bağlayıcı deyil. Qədim Hind məsələsində deyilir ki, oğlun 15 yaşına çatanadək onunla şah kimi rəftar et. Deyilir ki, burada da ki bağlayıcıdır. Yəni, sonra ağıllı odur ki, ifrat etməsin, hər şeyi bilməli bir tənasüb var. Burada da ağıllı odur ki, yenə ki bağlayıcıdır, cümləni cümləyə bağlayıb, aydınlaşdırma bağlayıcısıdır. O şey ki bizlərə lap aşikardır, orada da gizli bir xəzinə vardır. Burada ki ədaddır, ona görə götürmürük. Bir yerdə ki halallıq yoxdur, orada bərəkət olmaz. Bir yerdə ki, burada da ki yenə ədaddır. Deməli, 50-ci testimizin cavabı olacaq 1, 3 və 4. 51-ci testimizlə davam eləyək. 51-də görək bizdən nə istəyir. 51-də deyir ki, hansı nümunələrdə ki bağlayıcı deyil, vergül işarələri buraxılmışdır? Mən elə ölkədə yaşayıram ki, mavi üfüqləri al şəfəqlidir. Burada ki bağlayıcıdır, bunu çıxırıq. Bir söz ki qaşlara düyün vuracaq. Burada ki ədaddır. Gözəl söz olsa da söyləmə burax. Baxdıq buna. Qədim Hind məsələsində deyilir ki, bax buradakı ki cümləni cümləyə bağlayıb bağlayıcıdır. Ağıllı odur ki bağlayıcıdır. O şey ki bizlərə lap aşikardır. Deməli burada da ədaddır, sən ki ədaddır. Cavabımız oldu 2 və 2, 5, 6. Bayaqçı testin əksini istəyir bizdən. Bayaqki sualdır. 52-ci sualda. 52-ci sualda nə deyir? Cümlədə fərqləndirilmiş sözlərə əsasən verilmiş fikirləri Venn diaqramına əsasən uyğunlaşdırın. Baxaq görək hansına gedəcək. Mən bu haqda ərizə yazmışam, məktub da yollamışam. Burada da bağlayıcıdır. Burada deyir, Rəsul düzünü deyir də, gərək ona inanaq. Burada da ədaddır. Deməli, birinci bağlayıcıdır, ikinci ədaddır. İndi baxaq görək nə istəyir. Deyir, fikrin qüvvətli ifadə olunmasına kömək edir. Deməli, 2-yə gedəcək A. 2-yə gedəcək A. Sözləri bağlamağa xidmət edir. Bu bağlayıcıdır, sözləri bağlamağa xidmət edir. Bu 1-ə gedəcək B. Sonra C-də deyir, yalnız qrammatik mənası var. Yalnız hər ikisi köməkçi nitq hissəsidir. Hər ikisinin qrammatik mənası var. 3-ə gedəcək C. Hal şəkilçisi ilə eyni səs tərkibinə malikdir. Hər ikisi. Dadə yerlik hal şəkilçisi ilə ortaqdır. Eyni səs tərkibinə malikdir, düzgündür. Özündən əvvəlki sözə qoşularaq məna çaları yaradır. Bu qoşmaya aid fikirdir, heç birinə aid deyil. Deməli, 1-ə B, 2-yə A, 3-ə də C, D. 52-ci sualımızda. Sonra gələk 53-cü sualımızla davam edək. 53-də bizdən nə istəyir? Cümlələrdə tünd qara hərflə verilmişdir sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Dəstə səhər açılar açılmaz qərbə tərəf. Qərbə tərəf burada yönlük hallı sözdən sonra gəlib, tərəf burada qoşmadır. O biri tərəf yeni salınacaq parkın ərazisi idi. Buradakı o biri tərəf bu isimdir. İndi baxaq görək nə gedəcək. Leksik mənası olmasa da sözə qoşularaq məna çaları yaradır. 1-ə gedəcək A. Bu qoşmaya aid fikirdir. Sonra B-də deyir ki, kinin təsirli ifadə olunmasına xidmət edir. Bu ədata aid fikirdir. Heç birinə getmir. Leksik mənası var. 2-yə gedəcək C. Bu əsas nitq hissəsidir. Tərəf burada isimdir. Ona görə 2-yə C gedəcək. Yalnız qrammatik mənası var. Deməli, 1-ə getdi, həm də D. 1-ə D-də gedəcək. Cümlə üzvləri arasında əlaqə yaradır. Bu bağlayıcıya aid fikirdir. Bu da heç birinə getmədi. Ona görə 1-ə olacaq A, D, 2-yə də olacaq C. Gələk növbəti 54-cü sualımızla davam eləyək. 54-də deyir ki, cümlələrdəki fərqləndirilmiş sözlərə əsasən verilmiş fikirləri Venn diaqramına əsasən uyğunlaşdırın. İstedad zəhmət ilə reallaşır. Burada nə ilə reallaşır? Qoşmadır. Bax, burada qoşmadır. Deməli, qoşma. Nə ilə sualına cavab verir. Ağıl ilə xəyal birləşəndə möcüzələr yaranır. Burada ağıl və. Burada da bağlayıcı. Şimdi baxaq görək bizdən nə istəyir? Verilmiş fikirləri uyğunlaşdırın deyir. Deyir, sözə qoşularaq məna çaları yaradır. Bu aiddir birinciyə. 1-ə gedəcək A. Sonra bağlayıcıdır. 2-yə gedəcək B. Fikrin mənbəyini bildirir. Fikrin mənbəyini bildirmək modal sözədir. Heç birinə aid deyil. Yəni, modal sözə aid fikirdir. Qrammatik mənası var hər ikisinin. D gedəcək ortaya. Fikrin təsirli ifadə olunmasına xidmət edir. Bu da ədata aiddir. Heç birinə aid deyil. Deməli, 1-ə A, 2-yə B, 3-ə də D olacaq. Gələk növbəti 55-ci testimizlə davam eləyək. 55-də bizdən nə istəyir?
55-də deyir ki, cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. İnsanı yaşadan da ümiddir. Burada sadalama intonasiyası var. Burada da bağlayıcıdır. İndi gəlirəm da, biraz da gözlə. Burada da ədatdır. Deməli, 2-yə gedəcək A ədatdır. Sözə qoşularaq məna çalar yaratmaq, qoşmaya aiddir, heç birinə getmir. İfadə olunan fikrə münasibət bildirmək modal sözə aiddir. Bu da getmir. Bağlayıcıdır deyir. 1-ə gedəcək B, bağlayıcıdır. Fikrin təsirli ifadə olunmasına kömək edir. Bu da ədata aid olan fikirdir. 2-yə gedəcək. Eyni zamanda E. 2-yə A ilə E, 1-ə də B. 55-ci testimizdə. Sonra 56-cı testimizə baxaq. 56-da. Cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Deyir ki, o nə bilir ki danışsın, birdən nə çoxdur oylağın sənin. Deməli, yazır ki, leksik mənası olmasa da sözə qoşularaq məna çalar yaradır. Bu qoşmaya aid olan fikirdir, yanlışdır. Burada birinci nə əvəzlikdir, nə çoxdur oylağın sənin, burada da ədat. Cümlədən çıxarıldıqda məna dəyişikliyi baş verməz, 2-yə gedəcək. Yəni fikrin təsir gücü zəifləyər, 2-yə ədata aid fikirdir bu. Leksik mənası var deyir. Burada 1-ə gedəcək C, əvəzlikdir, leksik mənası var. 2-yə sonra deyir ki, yalnız qrammatik mənası var. Bu da ədata aid fikirdir. 2-yə gedəcək, eyni zamanda D-də. Cümlə üzvləri arasında əlaqə yaratmaq da bağlayıcıya aiddir, heç birinə aid deyil. 56-da oldu 1-ə C, 2-yə də B və D. 57-ci testimizlə davam eləyək. 57-də bizdən nə istəyir? Cümlədə fərqləndirilmiş sözlərə əsasən verilmiş fikirləri uyğunlaşdırın. Yəni, Venn diaqramıdır. Yanlış da bir naxışdır. Burada da bağlayıcıdır. İstirahət bağlayıcısıdır. Yanan öz dərdinə yanar da. Burada da ədatdır. Cümlədə fikrin təsirli ifadə olunmasına kömək edir. Deməli, ikincidə olacaq A, ədatdır. Danışanın ifadə etdiyi fikrə münasibət bildirmək modal sözə aiddir, heç birinə getmir. 1-ə gedəcək C, bağlayıcıdır. Cümlədən çıxarılsa məna dəyişikliyi baş verməz. Emosionallıq azalar, gedəcək ədata. Qrammatik mənası olsa da leksik mənası yoxdur. Deməli, burada gedəcək, 3-ə gedəcək E, hər ikisi. 1-ə C, 2-yə A, D, 3-ə də E. 58-ci testimizlə davam eləyək. 58-in davamı varmı burada? Bir dəqiqə. Hə, burada da var. Bir dənə baxaq onda buna. Deməli, bizə nə deyir? Cümlədə fərqləndirilmiş sözlərə əsasən verilmiş fikirləri Venn diaqramına görə uyğunlaşdırın. Yoldaş yolda sınanar da. Burada da ədatdır. Yalavac üçün yay da borandır. Burada da bağlayıcıdır. Deyir, danışanın ifadə etdiyi fikrə münasibət bildirən sözdür. Bu modal sözə aiddir, heç birinə aid deyil. Fikrin təsirli ifadə olunmasına kömək edir birinciyə. Birinciyə gedəcək B, ədata aid fikirdir bu. Sonra gələk bu tərəfə baxaq, görək burada nə var. Burada deyir, qrammatik mənası olsa da leksik mənası yoxdur. Bu hər ikisinə aid fikirdir. Ona görə 3-ə gedəcək. 3-ə gedəcək C, 3-ə gedəcək C. Sonra deməli 4-də D-də yazır. Cümlədən çıxarılsa məna dəyişikliyi baş verməz, lakin cümlənin emosionallığı azalar. Bu ədata aid olan fikirdir. Deməli, birinciyə gedəcək elə. Deməli, birinciyə gedəcək. Nəyi yazdıq? D-ni birinciyə yazırıq. Burada B-ni yazdıq. D-ni də birinciyə yazaq. Keçək digər tərəfə bir də baxaq. Sonra burada nə var? Cümlə üzvləri arasında əlaqə yaratmağa xidmət edir. Bu da bağlayıcıya aid olan fikirdir. Ona görə 2-yə gedəcək E. 2-yə gedəcək E. Deməli, nə oldu? 58-ci sualımızın cavabı oldu. 1-ə B, D, 2-yə E, 2-yə E, 3-ə də C. Düzgündür. Sonra gəldik növbəti. 59-cu sualımızla davam eləyək. 59-da yenə deyir ki, yalan ki var, doğrunun quludur. Başqasının qapısını döymək ki, qapını döyməsinlər. Bax, burada birinci ki, ədaddır. Başqasının qapısını döymək ki, bu da aydınlaşdırma bağlayıcısıdır. İkincisi də bağlayıcıdır. İndi baxaq. Deməli, deyir ki, fikrin təsirli ifadə olunmasına kömək edir. Birinciyə aiddir. 1-ə gedəcək A, ədatın fikridir. Sözlər arasında əlaqə yaratmağa xidmət edir, deyir. Əlaqə yaratmağa xidmət eləyir. Bu qoşmaya aid fikirdir. Bu heç birinə aid deyil. Özündən sonra vergül, daha doğrusu bu əlaqə yaratmaq bağlayıcıya aiddir. Amma burada bu sözlər arasında deyil. Bu tabelilik bağlayıcısıdır. Tabelilik bağlayıcısı. Tabelilik bağlayıcısı da cümlələr arasında əlaqə yaradır. Sözlər arasında əlaqə yarada bilmir. Ona görə B-ni çıxırıq. Özündən sonra vergül qoyulmalıdır, deyir. Vergül qoyulmalıdır. Bu durğu işarələri də buraxılıb. Bəli, bağlayıcı olanda bax burada 2-dən sonra vergül qoyulmalıdır. Ona görə 2-yə gedəcək C, 2-yə gedəcək C. Cümlədən çıxarılsa məna dəyişikliyi baş verməz deyir. Burada birinciyə gedəcək. Ədata aid fikirdir bu D. Leksik mənası yoxdur. 3-ə də gedəcək E. Deməli, 59-cu testdə oldu. Birinciyə getdi A ilə D, 2-yə getdi C, 3-ə də getdi Y. Sonra gəldik 60-cı. Sonuncu testimizə də baxaq. 60-da bizdən nə istəyir? 60-da deyir,
Cümlədə fərqləndirilmiş sözlərə əsasən yenə Venn diaqramına uyğunlaşdırmaq tələb olunur. Vaxt olar ki, şahın da qaraçıya işi düşər. Vaxt olar ki, burada ki bağlayıcıdır, yenə cümləni cümləyə bağlayıb. Bir işi ki başlamadan, bir iş ki, işi ki başlamadan qurtarmaz. Burada da ki ədatdır. İndi baxaq görək yenə. Cümlədən çıxarılsa deyir, məna dəyişikliyi baş verməz. Bu ədata aid olan fikirdir. 2-yə gedəcək A, leksik mənası yoxdur. 3-ə gedəcək B, hər ikisi köməkçi nitq hissəsidir, yalnız qrammatik mənası var. Cümlədə fikrin təsirli ifadə olunmasına, deməli, təsirli ifadə olunmasına kömək edir. Bu da gedəcək ədata. Özündən sonra vergül qoyulmalıdır. Bu gedəcək bağlayıcıya, 1-ə. Sözlər arasında əlaqə yaratmağa xidmət edir. Sözlər arasında əlaqə yaratmağa xidmət edir. Bunu götürüb nəyə götürmək olar? Bir dəqiqə. Burada vaxt olar ki, bir işi ki, yəni bu heç birinə. Ona görə o 60-cı sualımızın cavabı oldu. Bu yenə ki bağlayıcıdır. Yəni bu sözlər arasında əlaqə yaratmaq deyə bilmərik buna. Bu Y bəndi ümumiyyətlə heç birinə getməyəcək. Deməli oldu 60-cı sualımızda 1-ə D oldu, 2-yə oldu A və C, 3-ə də oldu B. Köməkçi nitq hissələrinin amonimliyi mövzusunu tamamladıq. Kanalımızı bəyənirsinizsə abunə olmağı, rəy bildirməyi unutmayın. Sağ olun.